olan. Bunu yazmasam da bilirsiniz. Sinüs kvadratı x üstə gəlir kosinüs kvadratı x her zaman 1'e bərabərdir. Bax bu düstur elə belə düstur kimi gəlir. Amma demək olar ki bütün yaranan düsturlar, bütün deməyək də, yəni çox yaranan düsturların hamısının əsası bax bu düsturdan götürülür. Bu düsturla yaranır. Məsələn, mən burada bəzən elə olur ki, ehtiyac olur, əvəz etmək lazım olur. Sinüs kvadratı 1 çıx kosinüs kvadratı x-dan əvəz edə bilərəm. Burada məsələn sinüsdan kök alsam, sinüs x bərabərdir. 1 çıxılsın kosinüs x olar, kosinüs kvadratı x olar və ya tərsinə. Kosinüs kvadratı x bərabərdir 1 çıxılsın sinüs kvadratı x və bundan da kök alsam ehtiyac olur, yenə deyirəm. Onda olacaq kosinüs x bərabərdir 1 çıxılsın kök altında 1 çıxılsın sinüs kvadratı x şəklində olacaq. Sonra incə dediyimiz kimi ən əsas yeniliklərdən biri də nədir? Tangenslə kotangenslə bağlı olan, axı tangens kotangensin tərsidir və yaxud kotangens tangensin tərsidir. Birbirinin tersi olduğu için tangensten kotangensin hasilini ne vermiş olacak? 1 vermiş olacak. Bəzən ehtiyac olur uşaqlar. Ehtiyac olur tangensi əvəz etmək lazım gəlir. 1 bölünsün kotangens x-a. Belə sadə sualları olur birdən. Deyir, ay da yadıma düşmədi. Mən bunu bu formada əvəz edeyim. Həll edeyim. Bu formada bir-birindən əlaqələndirim. Yəni çox lazım olacaq bunlardan. Sonra üçüncü əsas lazım olan düsturlardan. Yukarıda biz dedik tangensin sinüs bölü kosinüs olduğunu. Kotangensinde yani sinüs bölü yine de yazaq. Yani əsas eyniliklərdə bunlar çox istifadə olunur. Demək olar ki, digərlər, yəni bayaq dediyim kimi digərlər də bunlara əsaslanır. Bunun əsasında yaranmış düsturlarda bir-biri ilə əlaqələndirilir və əsaslardan biri də bundan da bu əsas trigonometrik yeniliklər qutarır. 1 üstə gələk tangens kvadratı x bərabərdir 1 bölünsün kosinüs kvadratı x-a. Beşinci, burada bunun kotangensinden olan hissəsi kotangens kvadratı x bərabərdir 1 bölünsün sinüs kvadratı x olmuş olacaq. Bu da bizim əsas yeniliklərimiz. Uşaqlar, bundan sonra bizə bax birinci növbədə buraxılışa sizə vacib olanlar əsas yeniliklərdir. İkinci növbədə lazım olan isə 2 qat arqument düsturlardır. Bax buraxılış bilmirəm sizə atmışamsa buraxılışa düşən trigonometrik tənliklərdə və funksiyalarda ən çox lazım olanlar bax bu əsas yeniliklərdən olur. Bir də 2 qat arqument düsturları lazım olur. Onun da sinüsdən kosinüs olanı daha çox ehtiyac olur. Amma mən hamısını yazacağım. 2 qat arqument. Burada deməli birinci nədir? Sinüs 2 alfa. Buna aid çox suallar düşür. Dəhşətli yaygın düşən sualdır bu. 2 sinüs alfa vurulsun kosinüs alfa. Bir dənə demək istədiyim odur ki, uşaqlar, bəzən oradakı alfanın, yəni x-ın, alfanın əmsalı daha fərqli ədəd ola bilər. Yəni cüt ədəd olmalıdır. Birincisi onu deyim. Yəni burada belə də ola bilər. Sinüs 6 alfa. Bunu necə açarsınız? Necə ki, burada 2 alfadır. 2'ye bölüb alfa yazıblar. Bunun açılışı da olacaq 2 sinüs 3 alfa, kosinüs 3 alfa. Və yaxud məsələn şifahidən desək, sinüs 8 alfa. Necə olacaq? 2 sinüs 8'i 2'ye böləcəm. 4 alfa, kosinüs 4 alfa. Şifa şəkildə deyək. Bir bu. İkincisi. Kosinüs 2 alfa bərabər nəyə? Kosinüs kvadratı alfa çıxılsın sinüs kvadratı alfa. Uşaqlar, bu da çox lazım olur. Burada, bax, biz yuxarıda kosinüs kvadratını əvəz elədik. Sinüs kvadratını əvəz elədik. Baxın, bax, bu düsturlarda. Bax, bu düsturları yerinə gətirib biz kosinüs 2 alfanın müxtəlif düsturlarını çıxarda bilərik. Kosinüs kvadratı alfanın yerinə yazaram mən burada. 1 çıxılsın sinüs kvadratı alfa, çıxılsın davamında da sinüs kvadratı alfa. Bu da bizə nə verəcək? 1 çıxılsın 2 sinüs kvadratı alfa. Vermiş oldu. Və yaxud sinüs kvadratı alfanın yerinə tərsinə yazaram. Deməli, 1 kosinüs kvadratı yazaram. Kosinüs kvadratı alfa çıxılsın, mötərizədə də yazıram. 1 çıxılsın kosinüs kvadratı alfa. Və buradan da özümə bir düstur yaradaram ki, kosinüs kvadratı alfa çıxaq 1 üstə gələk kosinüs kvadratı alfa. Buradan da bərabərləşdirəndən sonra bilirəm ki, 2 kosinüs kvadratı alfa çıx 1 olmuş olacaq. Bax, biz buradan 2 dənə özümüzə düstur yaratmış olduq.
Yəni ehtiyac olanda bax bu əvəzləmələri də aparmağı unutmayın. Yəni mən baxın burada sizə nəyi göstərdim? Əzbərçilik etmədən düsturu yadda saxlamağı göstərdim. Bir, bunlar vacibdir. Sonra toplama düsturları. Əslində bu düsturları vaxt itirmək istəmirəm. Hasilin cəmi və cəmin hasilə düsturlarını uşaqlar özünüz əzbərləyərsiniz, yəni özünüz baxarsınız. Mən bir toplama düsturlarını, bir də dərəcəni azaltma düsturlarını deyəndən sonra tərs trigonometrik funksiyalardan nümunələr üzərində əsas xassələri danışacağım, tək-tək hər birini yox. Çünki vaxtımız artıq vaxt gedir. Qısa-qısa qeydlər deməliyəm ki, imtahana hazırlıq olsun, təkrarlanmış olasınız. Deməli, toplama düsturları da vacibdir, yəni ikinci sıradadır. Vacibliyinə görə ikinci sıradadır. Sinüs alfa plus beta bərabərdir sinüs alfa vurulsun kosinüs beta. Üstə gəlinsin kosinüs alfa sinüs beta. Yəni belə deyək də sinüs alfa plus beta da sinüs alfa kosinüs beta. Kosinüs alfa sinüs beta cəmləyirsiniz. Toplanmadan yox, toplama şəklində də yazarsınız. Amma fərqi də olanda ikincidə fərqində olanda isə sinüs alfa çıx beta bərabərdir. Sinüs alfa kosinüs beta. Ortada sadəcə bir dənə çıxaq olacaq. Çıxılsın kosinüs alfa sinüs beta. Amma kosinüsün toplama teoremlərində işlər dəyişir. Deməli, kosinüs alfa plus beta da həm düstur biraz fərqlidir, həm də işarə fərqi də yaranır. Deməli, düsturumuz kosinüs alfa, kosinüs beta, bir dəfə ancaq kosinüsdən toplamadırsa çıxaq yazırıq. Ancaq sinüs alfa, sinüs beta yazırıq. Dördüncü. Kosinüs alfa minus beta. Bu zaman minus olanda da eyni şərtdir. Sadəcə minus olanda ortaya toplama yazmalıyam. Yəni kosinüs alfa, kosinüs beta üstə gəlsin. Sinüs alfa, sinüs beta. Sinüs beta tangenslərdir deyək. 5-ci. Tangens alfa plus beta da isə bu da lazım olur. Kotangensdən çox tangensin toplama və fərq düsturları lazım olur. Yəni tangens alfa minus plus və minus beta ən çox tangens lazım ola bilər. Kotangens də axırıncı sıradadır, tək-tük hallarda düşür. Bu demək deyəcək öyrənməyin. Yəni daha çox fikir verin də, daha diqqətli olun. Deməli, tangens alfa plus beta da tangens alfa üstə gələk tangens beta bölünsün 1 çıxılsın tangens alfa vurulsun tangens beta. 6-cı, bunun çıxaqlısı olanda isə, çıxaqlı olanda artıq yəni işarələr dəyişir. Eyni düsturdur, amma işarələr dəyişir. Yəni əzbərləyəndə bir dənəsini əzbərləyin, o birisini isə onun işarəsinə uyğun əzbərləyin. Yəni bizim burada 8 dənə düsturumuz varsa, siz onun 4-ünü əzbərləsəniz, deməli digər 4-ünü də işarəyə uyğun olaraq bilmiş olarsınız. Burada da olacaq tangens alfa, çıxılsın tangens beta. Aşağıda ise bir çıxaq yox, bir üstə gələk. Tangens alfa vurulsun tangens beta olmuş olacaq. Tangens beta 7. Sonra tangens yox, tangens bitirdik. Kotangens alfa plus beta. Kotangensin birbirindən fərqlidir. Elə bir şey, tangens sözü kotangensə çevrilir və sürətlə məxrəc birbirinin yerini dəyişir. Yəni biz də bayaq yuxarıda dedik də, tangenslə kotangens birbirinin tərsidir. Ona görə də elə bir ki, yerlər dəyişir. Burada olacaq 1 çıxaq kotangens alfa, kotangens beta. Burada da aşağıda da olacaq kotangens alfa plus kotangens beta. 8. Bu da bunun çıxaqlısı. Eyni şeydir elə bir ki. Sadəcə işarə dəyişəcək. 1 üstə gələk kotangens alfa vurulsun kotangens beta. Aşağıda da kotangens alfa çıxılsın kotangens beta. Bir də uşaqlar dərəcəni azaltma düsturunu demək istəyirəm. Ən çox lazım olanlar. Deməli, dərəcəni azaltma.
Derecəni azaltma düsturuna görə sinüs kvadratı alfa bərabərdir nəyə? 1 çıxılsın. Demək olar hamısı kosinüslə bağlı düsturlardır. Kosinüs 2 alfa bölü 2. Kosinüs kvadratı alfa düstur dərəcəni azaltmada isə eyni düsturdur. Sadəcə cəmdir. Bir üstə gələk kosinüs 2 alfa bölü 2. İndi tangensen kotangensi əzbərləməyə gərək yoxdur. Niyə? Çünki biz bilirik ki, tangens sinüs böl kosinüs. Belə deyil. Yəni bunu, bu ifadəyə nə etməliyəm? Bölməliyəm. Böləndə də uşaqlar bir yuxarıda olur, qalır. Elə ki, ikilər ixtisar gedir. Yuxarıda qalır 1 bölünsün kosinüs 2 alfa. Aşağıda da 1 üstə gələk kosinüs 2 alfa. Kotangens də bunun tərsi olduğu üçün tərsinə 1 çıxılsın. Bunun tersine çevirebiliriz. 1 çıxılsın, 1 üstə gəlsin. Kosinüs 2 alfa bölünsün, 1 çıxılsın sinüs 2 alfa. Sinüs neymiş? Kosinüs 2 alfa. Bak bu formada dərəcəni azaltma düsturunu istifadə edə bilərik. Sonra bizə ən çox lazım olan hissələrdən biri də tərs trigonometrik funksiyaya aiddir. Tərs trigonometrik funksiyalara aid nümunələr demək istəyirəm. Uşaqlar çox dərinlə getməyəcəm. İmtahana hazırlıq təkrar edək. Deməli, tərs trigonometrik funksiyalara görə biz necə ki, bax, belə deyim də, lor dillə, asan dillə, başa düşəsiz deyə necə deyirəm. Məsələn, biz öyrənmişdik ki, sinüs 30-dur, elə nə verir? 2-də 1. Bunun tərsi olacaq, tərsi. Arcsinus 2-də 1, yəni bu səfər qiyməti verir. Sən ona uyğun dərəcəni təyin edəsən. Yəni sən oradan biləsən ki, arcsinus 2-də 1 neçədə alır? Bilirik ki, pi bölək 2-də 1 sinüs 30-da alır, pi bölək 6-da alır. Bax, belə, yəni tərsi bu formadadır. İmtahana da inşallah ki, sizin gözünüz qorxur deyə istəyərik ki, birincisi düşməsin. İkincisi də düşəcəksə də rahat, siz bildiyiniz asan hissələrdən düşər ki, imtahanda çətinliyi çəkməzsiniz. Sonra keçək. Sinüsün bəzi düsturlar var. Düsturlardan danışaq tərs trigonometrik funksiyalarına bağlı. Biz bilirik ki, sinüs tərs deməli tək funksiyadır. Ona görə də arcsinus mənfi x əgər mənfi olarsa, yəni tutaq ki, baxın burada mənfi 2-də 1 olardısa, tutaq ki, mənfi 2-də 1 olarsa, onun mənfisini kənara çıxardırsınız. Bax, belə yazırsınız. Sinüs x. Olmasını yazırsınız. Yəni, mən burada mötərizə qoymasam da var. Sonra, amma kosinüs da fərqlidir. Kosinüsə diqqətli olun. Bəzən uşaqların o yadından çıxır. Kosinüs da fərqlidir. Əgər mənfi olarsa, pi çıxılsın, arc kosinüs x şəklində olacaq. Yəni, buna aid nümunə deyəcəm. Məsələn, arc kosinüs mənfi kök altda 3 bölü 2. Bunu mən necə tapacam qiymətini? Pi çıxılsın, kök altda 3 bölü 2-ni pi bölək 3-dən. Pi bölək 6-da alır, 30 dərəcədə alır da. Bunda mən yazacağım, pi çıxılsın, pi bölək 6, o da bizə verəcək 6-da 5 pi. Yəni, kosinüs da xüsusi diqqət eləyin mənfiyə. Yəni, burada nə var? Mənfi gəlir əvvələ, qarşısına mənfi çıxır və dərəcəni təyin edəndə orada mənfini nəzərə almaq lazımdır. Burada amma əgər kosinüs dağısa, pi çıxılsa, pi bölək 6 ilə yazmaq lazımdır. Tangensdə. Tangens, arctangens yazaq da. Arctangensin tərsi. Arctangens mənfi x olarsa, yine burada da eyni sinüsdaki kimi mənfi gələcək qarşıya və normal şəkildə hesablayıb cavabı tapacaqsınız. Amma, baxın, bu kosinüsə də xüsusi diqqət şəklinin altına xət çəkəcəm. Arc kotangens mənfi olarsa, qarşıya mənfi çıxmır. Pi çıxılsın, yenə bayaq kosinüslər kimi. Arc kotangens
x şeklində olacaq. Yəni necə ki mən kosinüsə nümunə yazdım. Bax orada da onu nəzərə almaq lazımdır ki, yəni burada da pi çıxılsın arc kotangens x şeklində olacaq. Bir də ən əsas eyniliklərimizdən biri nədir? Buna aid də nümunə yazacağım indi. Deməli, arc sinus x üstə gələk arc kosinus x həmişə pi bölü 2 olacaq. Yəni, baxın uşaqlar, arc sinus tutaq ki, mən burada yazmışam 4-də 3 üstə gələk arc kosinus 4-də 3. Yine, bax burada deyirsiniz ki, Allah, bu sinus, kosinus 4-də 3-də nə qiyməti verir? Biz orada 4-də 3-ə baxmalı deyilik. 4-də 3-də hansı qiyməti tapdı, bizə onun maraqlı deyil. Biz burada bilməliyik ki, x əgər hər ikisində x-in yerində duran ədəd eynidirsə, əlbəttə ki, 0-la 1 arasında, 1-lə -1 arasında olmalıdır. Eynidirsə, onda bunun elə birbaşa cavabı nə olacaq? Pi bölü 2. Yəni cavabda durub sualın üzünə baxmayın saatlarla, hesablamalı bir şey yoxdur. Birbaşa cavabı bilməlisiniz ki, pi bölü 2-dir. Və burada da tangensə kotangensə də aiddir ki, arc tangens x üstə gələk arc. Baxın, görürsünüz necə bir asan əslində. Bunu bilməsəniz, düşünəsiniz ki, ay Allah, mən necə edeyim, bunu necə tapım, bunun bu qiyməti hardan tapım, nə edim, necə edim, düşünəsiniz necə saat. Amma birbaşa qaydanı bildirsə, variantda gedin pi bölü 2-ni işarə edin. Bu da sizə olsun sual. Yenisi burada da keçərlidir. Yəni, arc tangensə, arc kotangensə də keçərli olmuş olacaq. Bu da sizin tərs trigonometrik funksiyanız. Bir də eyniliklərimizdən belə bir eyniliyimiz var. Onu da deyək, üstündən keçməyək. Sinus arc sinus x. Bax, belə bir funksiyanı görsəniz, cavabı bunun birbaşa x olacaq. Məsələn, sinus arc sinus 2-də 1. Tutaq ki, belə bir funksiyadır. Bunda bunun cavabı nə olmalıdır? 2-də 1 olmalıdır. Birbaşa yazmalısınız. Bir də bunun kosinusla bağlı olanı var. Kosinus arc kosinus x da bizə nə verəcək? Yenə x qiymətini vermiş olacaq. Bax, bu da sizin tərs trigonometrik funksiyalarınız. Başqa görüm nə qaldı? Bir də bunun tərsi də var. Məsələn, birinci arc sinus olsun. Sonra sinus olsun. Arc sinus sinus x. Burada da eyni cevabı almış olacaqsınız. Yəni, x'in sinusun x'in yerine dayanırsa cevap da eyni cevap olmalıdır. Arc kosinüsden bağlı da eynidir. Arc kosinüs. Kosinüs x beraber neye? X'a. Tangensinden de eyni bunlarla bağlı suallarımız var. Mesela tangens, arc tangens x'sa burada da cevabımız yine x olacak. Kotangenste de eynidir. Kotangens, arc. Kotangenste de yine cevap x olacak. Yani bu tip soruların hamısının cevabı eyni şekilde. Yani bu tangens, arc tangensin tersi de mümkündür. Mesela arc tangens, sonra tangens x. Yani yerler değişik olanda bile cevap x olacak. Sonra arc kotangens deməli kotangens x da cevabımızda x verəcək. Lakin bəzən elə olur ki, sinus arc kosinus x. Mesela sinus arc kosinus x olur. Bu zaman bunun kök altı 1 çıxılsın x kvadratı ilə tapırıq. Bunun tərsi də mümkündür. Yəni burada da olacaq. Kosinus arc sinus x olarsa, mən bu ifadənin qiymətini tapmaq istəyirəmsə, yenə birdən x kvadratını çıxmalıyam. Tangens də isə, yəni biri tangens, kotangens olanda, tangens arc kotangens x olanda birbirinin tersi olduğu için 1 bölü x şeklinde olacak. Kotangenste de aynı şekilde arc tangens oldukta yine 1 bölü x kaydasından istifade edebiliriz. Şöyle, bu bizim ümumiyyətlə ümumi bir trigonometriye ait tekrarımız olsun, düsturlarımız olsun, xassələrimiz olsun. Yine de gedib, məsələn, bunu mən dərsi keçəndən sonra buna ait sizə trigonometrik funksiyalara ait quiz də atarım. Quiz deyəndə, yəni yalnızca imtahana düşən trigonometrik funksiyalara ait sualları göndərərəm. İndi isə keçək, hələ bizim vaxtımıza var. Keçək trigonometrik tənliklərdən danışaq. Tənliklərdən danışarıq.
Çünkü imtahana mütləq şəkildə bir dənə adi trigonometrik funksiyaya aid sual düşür, bir dənə trigonometrik tənliklərə aid suallar düşür. Ona görə trigonometrik tənliklərdən vacibdir ki, danışaq. Başlayaq. Deməli, y bərabərdir sinus x funksiyası. Həm ümumi hala baxaq, həm də xüsusi hala baxaq. Hər birinə də aid nümunə yazaq. Bu tənliklərdə kimin ki qaranlıq yeri varsa, onu başa düşsün. Daha sonra da mən bir dənə kök ən sonda vaxtımız inşallah qalar. Ən sonda da bu köklərin sayının tapılması bir çoxlarınızın yaralı yeridir bilirəm ki. Məsələn, tənlik verilir, deyir ki, müəyyən aralıqda tənliyinin neçə dənə kökü var və yaxud tənliyinin köklərinin dərəcələrinin cəmini tapın. Bu tipdə bir dənə suala baxacam, elə imtahana düşən tiplərdə bir suala baxacam. Deməli, y bərabərdir sinus x funksiyasında ümumi hallarımız nədir? Birinci halımız ne olsun? Sinüs x beraberdir a. A da böyük olsun sıfırdan. Eğer a sıfırdan büyükse biz de buradan x'i tapmaq üçün mənfi 1 üstü k ark sinüs a üstə gələk pi k. Sinüsün dövrü pi k'dır. Amma mənfi olanda diqqətli olun ona. Sinüs x beraberdir mənfi a olarsa, a sıfırdan küçük olarsa, bu zaman x beraberdir mənfi 1 üstü k plus 1. Arc sinusa yerini düzgün koyaq. Arc sinusa üstə gəlib pi k olacaq. Bir dənə nümunə deyək. Bir dənə nümunə. Sadə bir nümunə deyirəm. Sinus x beraberdir məsələn 2'də 1. Bir de sıfırdan büyüktü mü? Bəli. Müsbətdir? Bəli. Bunun x bərabərdir. 2'də 1. Bax, elə ki, aksinus 2'də 1. 2'də 1'i neçədə alır? 2'də 1'i alır 30'da. Mənfi 1 üstü k pi bölü 6. 30 pi bölü 6. 180 6 diye bir şey yazıram. 186'ya bölü 30 edir. 180 pi bölü 6 üstə gələk pi k bunun həlli olacaq. Ama eğer mənfi olsaydı, sinüs x beraberdi mənfi 2'də 1 olsaydı, onda bunu biz mənfi 1 üstünde k plus 1 yazacaktık. Yine pi bölü 6. Üstə gelip pi k olacaktı. Bu sinüsün ümumi halı. Bir de var sinüsün, burada ben ümumi halı yazdım. Buradan yazdım ümumi hal, yani bütün hamısı. Bir de var xüsusi hal. Xüsusi hallar. Bu da birden baş karıştırır. Bak imtihana gitmezden evvel mutlak şekilde yada salın. Birinci ne? Sinüs x beraberdir 0 halı. Sinüs x 0 halındadırsa x kıymetini tapanda ile birbaşa pi k yazırıq. Sonra sinüs x beraberdir 1. Burada uşaqlar k həmişə tam ədəd olur. Ya mənfi, ya müsbət. Yəni bəzən n-lə də yazırlar. Mən həmişə k ilə yazmağa öyrəşmişəm. Yəni siz də n-lə yazmağa yaza bilərsiniz. Çünki mənim şagirdlərim olmayan uşaqlar da var burada. Yəni ona görə deyirəm. Yəni n, k həmişə tam ədəd olmalıdır. Və mənfi müsbət qiymətləri alır. Sinüs x 1 qiymətini alanda x bərabərdir pi bölünsün 2. Üstə gələ 2 pi k. Sonra bir de üçüncü hal sinüs x beraberdir. Mənfi 1 olduqda isə x beraberdir. Mənfi pi bölü 2 üstə gələk 2 pi k olmuş olacaq. Bu da xüsusi hallardır. Yəni yalnız 0, 1 və mənfi 1'ə aid olan hallar olmuş olacaq. Keçək kosinusa aid qaydalarımızı təkrar edək. Kosinus x beraberdir a. Burada a'nın bu ümumi halda a'nın sıfırdan büyük olan halına bakaq birinci. Demek kosinüs x beraber a olanda x beraberdir arc kosinüs x plus minus. Arc kosinüs x arc kosinüs a
Üstə gələk 2 pika. Baxın, dövrü 2 pikadır. Sinüsdə pikadır. Ümumi halıdan danışıram. Kosinüsdə 2 pikadır. Amma mənfi olanda mən indi müsbət halına aid yazmayacağım nümunə. Müsbət halı normaldır, yəni problem yoxdur. Amma mənfi olanda kosinüs x, ben bunu xüsusi olaraq qeyd edeyim. A sıfırdan kiçik olanda kosinüs x bərabərdir mənfi A. Onda x bərabərdir plus minus mütərizədə art pi çıxılsın art kosinüs A üstə gəl 2 pi qalır. Şimdi müsbət hal olanda rahatdır. Ona görə mən onda ona aid nümunə yox. Mənfi olan hala baxmalıyıq. Mənfi olan hala aid nümunə deyim. Kosinüs x bərabərdir. Mənfi kök altda 3 bölü 2. Kosinüs x mənfi kök altda 3 bölü 2-dirsə, mən buradan x tapmaq istəyirəmsə, plus minus pi çıxılsın. Kök altda 3 bölü 2-nin neçədə alır? 30'da alır. Pi bölək. 6 üstə gələk 2 pi k olmuş olacaq. Burada da 1'den altta 1 çıxırıq değil mi? Olur 5, altta 5 pi üstə gələk 2 pi k. Bu da bizim kosinüslə bağlı ümumi halımız. İndi ama keçək xüsusi hallara. Kosinüsün xüsusi halları. Xüsusi hallar. İmtihana mütləq gedəndə bu ümumi xüsusi halları təkrar edin. Demək, kosinüs x bərabərdir 0. Buradan mən x-i tapmaq istəyirəmsə pi bölü 2 üstə gələk pi k-dan istifadə edirəm. Sonra kosinüs x bərabər mənfi 1. Buradan mən x-i tapanda mənfi 1 deyib, birinci müsbət 1-i deyərlər də həmişə. Mən də elə mənfi yazıram. Hər yerdə birinci müsbət 1-dən danışırlar. Deməli, x bərabərdir 1 qiymətində 2 pi k-nı alır. Kosinüs x mənfi 1 qiymətini aldıqda isə pi üstə gələk pi. Pi üstə gələk 2 pi k qiymətini almış olacaq. Bu da bizim ümumi hallarımızdır. Məsələn, istəsəniz buna aid bir dənə nümunə deyə bilərik. Məsələn, kosinüs məsəl üçün 8x bərabər nəyə? Mənfi 1-ə. Mən buradan tənliyi həll edəndə 8x bərabərdir. Pi üstə gələk 2 pi k yazaram. X'i da tabanda hər tərəfi 8'e böləcəm. Pi bölü 8 üstə gələk 2 pi k bölü 8. Şimdi buradan ixtisarda aparıram. Birbaşa yazaq. Pi bölü 8 üstə gələk pi k bölü 4. 8'den 2 gedir. Pi k bölü 4. Yenə deyirəm k tam ədəddir. Bu da bizim kosinüslə bağlı xüsusi hallarımız. Bir de var tangens, kotangens. Ondan sonra da bir dənə ki o dövürlərin tapılmasından bağlı bir sualımızı açacağım. Tangens x bərabərdir. Burada tangens x'in yəni bu mənfi müsbət söhbəti yoxdur uşaqlar. Yəni tangens x-da da əgər müsbətdirsə olduğu kimi x bərabərdir arctangens müsbət olur. Arctangens a üstə gələk pi k. Sin tangensin kotangensin dövrü pi k'dır. Sinüs tangens kotangensin ümumi halları pi k olacaq. Bir dənə kosinüs da fərqlidir ki, ümumi halda 2 pi k'dır. Xüsusi halları isə mən burada ona qatmıram. Tangens x mənfi a olanda isə x bərabərdir. Mənfi arc tangens a üstə gələk pi k olmuş olacaq. Yəni bir dənə qarşısında mənfi gətirin. Qeyri-adi heç bir şey yoxdur. Bir dənə qarşısında mənfi gətirirsiniz. Sonra kotangens x bərabərdir a tənliyində, amma xüsusi hal var uşaqlar. A sıfırdan böyük olanda x bərabərdir arc kotangens a üstə gələk pi k. Yəni müsbətdir, heç bir dəyişiklik yoxdur. Lakin mənfi olanda, yəni a sıfırdan kiçik olanda bizim tənliyimizdə olacaq x bərabərdir. Pi çıxılsın. Pi çıxılsın. Arc kosinüs kimidir. Kotangens a
Üste gerek pk olmuş olacak. Yani burada kosinüsler kontangenlər əgər qiymət mənfidirsə, onda pi çıxılsın olacaq. Bir də uşaqlar, sinüslə kosinusu bilin ki, sinüs və kosinusda hər hansı bir tənliyi həll eləyəndə onun qarşısına mənfi gətirməyi, yəni qarşısına mənfi gətirməyi deyəndə, yəni onun aldığı qiymətin mənfi birdən bir aralığında olmağına xüsusi fikir vermək lazım. Yəni biz ona xüsusi diqqət yetirək. Sonra mən istəyirəm ki, buraxılışda düşən suallardan bu trigonometrik tənliklərin araşdırılması ilə bağlı bir neçə dənə suallar var ki, mən ondan ən azından benim minimum 1-2 dənə sual var ki, onlardan deyim. Görün buradadır. Yox, bu deyil. Trigonometrik tənliklər. Bir məchulu tənliklər var. Gözləyin, mən onu bir dənə buradan açım. Görün budur. Bu değil. Buradaydı o. Gözüm, mən onu bir dənə atım burada. Özümə atım, oradan rahat girək baxaq. Deməli. Bizim kodlar. Yəni burada sual var. Mən sualı özüm buradan yazacağım. Heç buradan açmağa gerek yoxdur. Yəni sualı buradan özüm yazacağım. Oradan baxaq. Videonu tezdən burada açmaq vaxt istər. Yine sualı yazacağım. Sualın üzərində baxa bilərik. Deməli. ...2020-2025'e indi mən bunu quizi daha sonra sizə göndərəcəm. Oradan baxa bilərsiniz rahatlıqla. Deməli, bir sualımız bax budur. Mən onu yazım. 16. sual. 16. Deməli, sualımız belədir. İmtihana düşür və uşaqların həmişə qorxduğu bir hissədir. Sadə tənliyi olanda onu yazmaq asan olur. Amma biraz fərqlisi olanda qorxuducu gəlir. Amma heç də qorxulu bir şey yoxdur. Gəlin suala baxın. Uşaqlar deyir ki, sualda 3 sinus kvadratı 5x çıxılsın 7 kosinus 5x bərabərdir 3. Tənliyinin belə sözlüylə də yazım. 2023'ün buraxılışına düşən sualdır. Tənliyinin 20 və 180 dərəcə aralığındakı kökləri cəmini tap deyir. Tənliyinin 20 və 180 dərəcə aralığına daxil olan kökləri cəmini tapın deyir. Kökləri cəmi. İndi gəlin bunu həll edək. Deməli, burada bizə nə lazımdır? Mən burada sinus 5x dərəcəni azaltmayla da yazmaq olar. Amma ən gözəli sinusu əvəz eləyəcəm. 1 çıxılsın kosinus kvadratı x düsturu var. Bax, kosinus kvadratı 5x-lə. Sinus kvadratı 5x-i əvəz edirəm. Yuxarıda yazdığımız dərsə uyğun olaraq. Yazıram 3 vurulsun, 1 çıxılsın kosinus kvadratı 5x. Üstə gəlsin 7 kosinus 5x bərabərdir 3. Vurub açıram. 3 çıxılsın 3 kosinus kvadratı 5x üstə gəlsin 7 kosinus 5x bərabərdir 3. Uşaqlar, bu 3'ü bu tərəfə keçirəndə 0'a gedir. Yerdə qalır mənfi 3 kosinus kvadratı 5x üstə gəlir 7 kosinus 5x.
Bunu necə həll etməliyəm? Buradan mən kosinüs 5x-i çıxardıram mötərizə xaricinə. Kosinüs 5x bərabər vurulsun. Burada qalır mənfi 3 kosinüs 5x. Üstə gələk 7. Belə bərabərlik alandan sonra hər birini tək-tək sıfıra bərabər edirəm. Kosinüs 5x bərabərdir 0. Bir də mənfi 3 kosinüs 5x üstə gələk 7 bərabərdir 0. Burada olacaq mənfi 3 kosinüs 5x bərabərdir mənfi 7. Kosinüs 5x'in burada 5'ini yazmadım, onu düzəldim. Kosinüs 5x bərabərdir. Mənfini mənfiyə böləndə 7 bölü 3. 7'ni də 3'ə böləndə uşaqlar. Əlbəttə ki, qiyməti aşır. 2 tam 3'də 1 verir. 2 tam 3'də 1 qiymətini ala bilər? Yox. Əslində bunu biz birbaşa bu bərabərliyi yazanda tez düşünməliyik ki, bunu neyinirik ki? 7'ni 3'ə böləndə 2 tam 3'də 1 eləyir. Ona görə bunun həlli olacaq boş çox. Yəni biz bu qiyməti götürməyəcəyik. Daha sonra keçirik kosinüs 5x bərabərdir 0. Yəni bizim də bura kosinüsdə biz xüsusi hal öyrəndik. Kosinüs 0'da hansı qiyməti alır? Kosinüs 0'da pi bölü 2 üstə gələk pi k qiymətini alır. 5x bərabərdir pi bölü 2 üstə gələk pi k. Buradan da hər tərəfi 5'ə bölürəm. Pi bölü 2'ni 5'ə böləndə pi bölü 10 üstə gələk pi k bölünsün 10. İndi biz bunu aldıq. Bax sizin çoxunuz da bunu yazırsınız. Amma ondan sonrası o qiymətləri təyin eləmək sizə çətin gəlir, qorxulu gəlir. Qorxmayın. Yəni biz yenə yazıram buradan 20 ilə 180 dərəcə aralığındakı qiymət istəyir. Gəlin bu pi bölü 10 ilə pi k bölü 5'i dərəcəyə çevirək. X bərabərdir. Pi 180'dir. 180 10'a bölündə 18 üstə gələk. Burada da 180'dir. 180k bölü 5. Yəni 36k olmuş olur. İndi başlayaq qiymətlər verməyə. Uşaqlar, ən çox yoxlayanda hansı qiymətdən başlayın? Mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4. Yəni bu formada gedin də. Yəni mənfi 2'dən ən çox mənfi 2 ilə müsbət 2 aralığı olur. Yəni ehtiyac olarsa mənfi 3'ü də yoxlayın. Yəni verilən şərtə əsasən. İndi mən burada mənfiləri nəzərə almayacağım. 0'dan başlayacağım. Çünki bizə deyir ki 20 ilə 180 olsun. Yəni mənim mənfi qiymət olmaz. Başlayıram belə. Birinci. K'mız 0 olsa x'imiz hansı qiymət alacaq? 18 üstə gələk 0, 18 olur. Çünki 36'nın 0'a vuranı 0 eləyir. 2. K'mız 1 olanda x bərabərdir. 18 üstə gələk 36 vur 1. 18'in üstə 36, 54. 3. K'mız 2 olanda x bərabərdir. 18 üstə gələk 36 vur 2, 72, üstünə 18, 90. 4. K'mız 3 olanda, yəni birazdan deyərəm. X bərabər 18 üstə gələk 36 vur 3. 36 vur 3. 108 üzərinə də 18 gələndə 126. 5. K'mız 4 olanda x bərabərdir. 18 vurulsun. 36'nı 4'ə vuranda 144. Üzərinə də 18 gələndə 162. 6-cı qiyməti ala bilməz. Yenə də yazıram burada. Yəni 6-cı sırada, yəni 5-ci qiyməti ala bilməz. 18 üstə gələk 36 vur 5'dən 180 üzərinə 18, 198. Bizə də bu qiymət alınmadı. Yəni bizə ancaq 0 ilə 20 ilə 180 aralığını deyir. Ona görə mən 18 ilə 20, 198'i götürməyəcəm. Məsələn, mənə desəydi ki, 0 ilə məsəl üçün 270 aralığı, onda 198'i götürəcəydim. Bizdə məsələn bu tip suallarda soruşur ki, neçə qiymətində? Neçə qiymətində desə, baxın, 1, 2, 3, 4 dənə qiymətində. 4 dənə kökü var, 4 dənə qiyməti var. Dərəcələrin cəmini istəyirsə, 54 üstə gələk 90, üstə gələk 126, üstə gələk 162. Bizə nə verəcək? 162 üstə gələk 126, 288, üzərinə 90 gələndə 378, üzərinə də 54 gəlsək 432. Və bizim cavabımız olacaq 432. Köklərinin sayını deyəndə deyəcək ki, 4 dənə qiymət.
e, ümumi dərəcələrin cəmini soruşursa, olmuş olacaq 432. Belə uşaqlar, ümid edirəm ki, tənliklərdən və funksiyalardan nə qaranlıq qalıbsa, qaranlıqları, müəyyən problemləri aradan qaldırdıq. İndi mən funksiyalara və tənliklərə aid də buraxılışa düşən suallardan sizə göndərəcəm. Siz də onları işləyərsiniz və sizə xeyri dəyər. Nəysə bir sözünüz, sualınız olanda da inşallah vaxt eləyə bilərəm və sizə mən şəxsidə yazarsınız, mən də cavab verərəm. Oldu. Gecəniz xeyrə. Sağ olun və bol-bol təkrar etməyi unutmayın. Gələn səfər bax bu saatlarında xoş xəbərlərinizi eşidim. Xoş xəbərlər alakamız. Tanıdım, tanımadım hər kəsə uğurlar arzu edirəm. Çalışmağa davam edin son bir həftə. İnşallah ki, hər şey yaxşı olacaq. Sağ olun.